Qaldı ki, bu bayram təbrikini görürsünüz, evimdən mən sizi təbrik edirəm. Mənim vəkilim Asim müəllim də buradadır. Mətbuatda yayılan bəzi xəbərlərin istəyirəm təsdiqini biz burada verək ki, yanlış məlumatlar da varsa əgər tamaşaçılarımıza çatsın hər şey olduğu kimi. Burada üzr istəyirəm qardaş müəllimə izahını verim. Əsas biraz mətbuatda bu sizin barənizdə çıxan hökm biraz yanlış formada tirajlandı. Sanki sizin barənizdə azadlıqdan məhrum etmə cəzası seçildiyi üçün və yaxud da xatda bəzi yerlərdə belə bir təəssürat yarandı ki, həbs edilmisiniz. Əslində bu gün bu açıqlamanın zərurəti elə bu məsələlərə aydınlıq gətirməkdir. İndi göründüyü kimi siz öz evinizdəsiniz və verilmiş cəzanın o hökmün daha doğrusu şərti hesab edilən hissəsini biraz yanlış formada tirajladılar. Onun qabaq hissəsini tirajladılar. Şərti olmağını tirajlamadılar bəziləri və yaxud da o hissəyə müəyyən insanlar diqqət yetirmədi. Bu gün o şərti hissə o deməkdir ki, cəzanın şərti hesab edilməsi. Yəni sizin əslində həyatınızda elə bir ciddi formada dəyişiklik yoxdur. Yeni evinizdəsiniz, ailənizin yanında, işinizdə eyni formada davam edirsiniz. Sadəcə belə deyim də, sizə bir sınaq müddəti qoyulur. Bu müddət ərzində siz öz davranışlarınızla, digər hərəkətlərinizlə islah olunduğunuzu diqqətə çatdırmalısınız və daha sonrasında isə təbii ki, bu şərti hissələr ləğv olunur və yekunda ümumiyyətlə məhkumluq bu hissədə ödənilmiş sayılır. Əslində burada 2 illə 1 il arasında bir balaca ilə dediyiniz anlaşma, qeyri anlaşma, ona mən münasibətimi bildirmək istəyirəm. 1 il şərti mənə, əgər bu 1 il şərti cəza varsa, bunun da qanun çərçivəsində vəkilim izah elədi. Yəni, mən sizin yanınızdayam, bütün tədbirlərdə iştirak eləməyimə, həyatda heç bir davranışıma, ondan sonra fəaliyyətimə məhdudiyyət qoyulmayıb. Bu mənada mən sizlərlə bir yerdəyəm və yekun olaraq istəyirəm ki, mənim ilk dəfə başıma belə bir iş gəldi. Mən məhkəmə qarşısında heç vaxt olmamışdım bu yaşıma qədər. O vaxtlar elə söyləyirdim ki, mən hüquqi bir dövlətdə yaşayıram və qanun deməli bütün Azərbaycan vətəndaşları ilə vətəndaşları üçün daha doğrusu eyni məna daşıyır. İstəyir mən xalq artisti olum, müxtəlif mükafatların sahibi olum. Qeyri-vətəndaşlar kimi mən də o hüquq qarşısında boynum qıldan incədir hər zaman. Amma bu mənada mən həm dövlətimi, həm hüquq orqanlarında bizim əziyyətimizi çəkən, necə deyirəm, məmurların hamısına təşəkkürümü bildirirəm. Onda demək istəyirəm ki, mən həmişə sizin qarşınıza musiqilərimlə, gözəl melodiyalarımla, gözəl nəğmələrimlə çıxım. Sizə həmişə o enerjini ötürüm, sevinci bəxş edeyim.